Salam, hər vaxtınız xeyir əziz kanal izləyiciləri. Bu artıq bizim maşının ikinci videosudur. Bu videoda maşının nömrəsi, yəni addan da keçirilməsi olacaq. Mən ümumiyyətlə öz maşınımı aldığım gündən bura 3 dəfə sürmüşəm ya sürməmişəm. Həmişə dostlarım idarə edib, həmçində burada dostumun adına General Nidavermusdur. Bizim maşın şəkil nömrəsi ilə idi və artıq onu mənə uyğun üslubda 074 nömrəsi aldım. Əlbəttə biraz aformeniya baha oldu. Maşın 50 yaşdan çox olduğu üçün artıq nəqliyyat vasitəsinin nömrəsini və digər yoxlanışları tam rahat keçdikdən sonra maşınımızı götürüb yollandıq 8-ci kilometr bazarına. Videoda gördüyünüz kimi maşının nə dönmə işıqları, nə qəza işıqları, heç bir şey saz işləmirdi, hər bir şey nasaz idi. Onları ilkin olaraq qanunları pozmadan avtomobil şəhərçi idarə etmək üçün təmir elətdirdik və artıq avtomobili axşam gəlib park edəndə bizim duracağın işçisi məndən xahiş elədi. Yaşlı bir dayı-dayıdır belə deyək. Maşını idarə etmək istədi və həmçinin mən ona yox demədim və idarə etməyə verdim. Bundan sonraki videolarda artıq maşının sökülmə videoları olacaq, yəni restavrasiya videoları. Çünki maşın bu halda məndə 5 gün qaldı. Çox sağ olun.